Salam hörmətli izləyicilər, əziz kimyasevərlər, sizinlə Gəray Yaşarovun kimya fən müsabiqəsinə hazırlıq vəsaitindən atomun quruluşuna aid olan test izahının davamı ilə qarşınızdayıq. İzah başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olun və abunə olmağı və bəyənməyi xahiş edirik. Bir də yadınıza hatırlatmaq istəyirəm ki, Gəray Yaşarovun demək olar ki, bütün testlərinin izahı kanalımızda yerləşdiriləcək və siz bunları kanalımızda axtarış edərək bu testlərin izahlarından yararlana bilərsiniz. Birinci sualımızda deyir, neytral atom anion və ya katyona çevrildiyi zaman aşağıdakılardan hansı dəyişir? Yadınızda saxlayın ki, neytral atom aniona və ya katyona çevirilən zaman bu zaman elektronların sayı dəyişir. Əgər katyona çevrilirsə elektron sayı azalır, aniona çevrilirsə bu zaman elektronların sayı artmış olacaqdır. Deyir, bor elementinin təbiətdə iki izotopu yayılmışdır. Boron və boron 1. Borun orta kütlə ədədi 10,2 olduğunu məlumdursa, təbiətdə hər bor atomuna neçə 11 izotopu düşür? İlk öncə borun kütlə ədədini əsasən bunların yayılma faizini tapmalıyıq. Neyini yazırıq yerinə? Yayılma faizi neçədirsə 10,2 bərabərdir. Kəsir xətti çəkirik. Borun yayılma faizini bilmirik. Onu x ilə gedərik. Yəni 10 vurulsun x. Üzərinə gəlirik. 11 izotopunu da yayılma və ona görə 100-dən çıxırıq. X-i vururuq 11-ə. Bölürsün 100-ə. Buradan da vurub kənarlarını açsaq 1020 bərabərdir. 10x üstə gəlinsin. 1100 çıxılsın 11 x-a. Buradan da x də bərabər olacaq 80-ə. Demək 10 izotopunun yayılma faizi 80-dir. Bizə 11 izotopunun yayılma faizini istəyirdi. 100-dən 80-dən çıxsaq 20. Deməli 20%dir 11 izotopun yayılması. Bu nə deməkdir? Bu birinci hissə idi, ikinci hissəsi. Bu deməkdir ki, hər 100 molekulda 20'si 1 izotopdur. İndi bizə də deyir 60 molekulun. 60'dan neçə edəcək? Tənasüb qıracaq. X da bərabər olacaq 12'yə. O da bir variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımızda nə soruşur? Azon molekulunda olan proton və neytronların sayı 3 kristalik kükürt molekulunda olan proton sayından neçə dəfə azdır? Bunu həll etmək üçün birinci yazmalıyıq ki, yadınıza saxlayın. Ozon necə yazırıq? O3 şəklində. Kristalik kükürt necə yazırıq? S8 şəklində. Bizə deyir proton və neytronun sayı. Bir dənəsində proton neytronun sayı neçədir? 16. 3 dənəsi neçə edəcək? 48. Burada da deyir ki, 3 molekul kristal. Ona görə də 3 molekul bir dənə protonunun sayı neçədir? 16. Burada da 8 atom iştirak elədiyinə görə 16 vurulsun 8. Və bizdə də 3 kristalik molekul dediyinə görə 3 dənəsinidir. Bunu da 3'ə vurmuş oluruq. İndi neçə dəfə çoxdur. Yəni ozon bölünsün kristalik kükürdü S8'ə gətirib qiymətlərini yerinə yazaq. Ozonda nə yazacağım? 48. Bunda isə yazacağıq 3 vurasın 16 vurasın 8'ə. Yəni 3 ilə 16 ilə 48 edir. Bu 48 ilə bu 48 getsə nədir qalır? 1 bölünsün 8. Neçə dəfə az olacaq? 8 dəfə az olmuş olacaqdır. Növbəti sualımızda deyilir. Cədvəldə verilmiş məlumatlara əsasən B bölünsün A nisbətini tapın. Burada baxdıqda görürsünüz ki, məsələn, ağ fosfor necə yazırıq? P4 şəklində yazırıq, eləmi? Kristalik kükürdə yazanda S8 şəklində yazılmış olur. İndi deməli, neytron sayı. Yenə qıraqdan yazıram P4, bir də kristalik kükürdü də yazıram S8. Ağ fosforda neytron sayı B'dir. Yəni 31'dən 15'in çıxanda 16. Ancaq 4 dənə atom iştirak edir. 16'ını da 4'ə vursaq 64 edəcək.
Deyir, kristal proton sayı. Kristal kükürddə proton sayı 16-dır. Ancaq 8 dənə kristal kükürt atomu iştirak elədiyinə görə burada da 16-nı da 8-ə vursaq gedəcək 128. İndi bizə nəyi soruşur? B bölünsün A. Gətirib qiymətlərini yazaq yerinə. B'miz nədir? Ağ fosforda olan yəni fosfor P4 bölünsün S8-də də. Burada da P4-ün qiymətini neçə tapmışdıq? 64. S8-in də qiymətinin 128. Bu da eləyəcək 0,5. D variantına 68-ci sualımızda uyğun gəlmiş olacaq. 69-cu sualımızda bizdən nəyi soruşur? Neytral atomu anyona çevrildiği zaman ne baş verir? Yadınıza saxlayın. Anyona çevrilənin özünə elektron birləşdirir, anyon elektron sayı artacaq. Bu da C variantına uyğun gəlmiş olacaqdır. 70. Bir bor elementinin iki izotopu yayılmışdır. Bor 10 və boron 1. Orta kütlə ədədi 10,2 olduğu olarsa bu B11 izotopu yayılma faizini tapın. Eyni qayda ilə burada yazdığımızda bir də təzədən yenidən yazaq. Yəni deməli 10,2 bərabərdir 10 vurulsun x üstə gəlinsin 100 çıxılsın x. Çünki əgər 10 izotopun yayılma faizi x-dirsə 11-ci 2 dənə izotopdan 100-dən 10 çıxırıq, vurursun 11 bölünsün 100-ə. Buradan da vurub açanda x bərabər olacaq neçəyə? 80-ə qısa yazırıq. X 80-ə bir də 11 izotopunu soruşduğuna görə x-imiz yəni 10'u 80'dirsə 100'dən də 80'in çıxsaq neçəsi qalacaq? 20'si. Bu da C variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımıza baxırıq. Növbəti flor atomunun nüvəsində neytron sayı proton sayından bir vahid çoxdur. Neytron sayı proton sayından, yəni neytron bərabərdir proton üstə gəlsin 1'dir. Neytron sayı proton sayından bir vahid çoxdur. Aşağıdakı verilmiş sxemdə görünür ki, hər proses zamanı M atomu flor atomundan bir elektron verilmişdir. Nəticədə isə yaranan hər flor iyonundakı elektronların sayı M iyonundakı elektronların sayına bərabər olmuşdur. Bu məlumatı əsasən A-nı tapın. Biz bilirik ki, kütlə ədədi A bərabərdir nəyə? A bərabərdir proton üstə gəlinsin neytron. Bunun əvəzinə proton üzərində proton yazacaq. Neytronun əvəzinə isə proton üstə gəlsin 1 yazacaq. Burada da neçədir kütlə ədədi? 19. 19 bərabərdir 2 proton üstə gəlsin 1'ə. Buradan da keçir 18. Proton da bərabərdir 9'a. Çünki 2 proton bərabər 18. 18'də 2'yə bölsək 9 etmiş olacaq. Yəni burada deyək ki, dedik deməli burada elektronun sayı neçə oldu? 9 oldu. Protonun sayı 9 oldu, neytronun sayı da 10'dur. İndi bizə nə deyir? Bizə də deyir ki, hər M atomunda flor atom bir elektron vermişdir. Və nəticədə yaranan hər flora iyonundakı elektronların sayı M iyonundakı elektron sayına bərabər olmuşdur. Deməli, hərəsi bir dənəsini vermişdir. Deməli, bir dənəsini verirsə 9'dursa, üstünə də bir dənəsini verirsə olur 10. Bir dənəsini verəndə burada yaranır 10. Elektronun sayı 10 olur. Və neçə dənə elektron verib? Bax, bir dənə buradan verilib, bir dənə buradan 2. Bu 3, bu 4, bu 5, bu 6. Neçə dənə oldu? 16. Yəni burada alınan elektronların ümumi sayı neçə oldu? 16. Yəni buradakı elektron 16'nın sayı 16. Yəni elektronun sayı 16 olur. M iyonundakı elektronların sayına bərabər olmuşdursa, deməli 6 hərəsindən bir dənə olub. Burada nədir? Elektron sayı 10'dur. Burada da 10'dur.
özündən protonun sayımız, yəni x da bərabər olacaq. Yəni burada da 10'dur, bunda da 10'dur, amma 6 dənə elektron veribdir də. Üzərinə gəlirik 6 eləyəcək 16. Yəni burada olan proton sayı 16'ya bərabərdir. Yəni burada da 2 dənə x olduğuna görə, kütlə ədədini tapın dediyinə görə 2-dən 16'nı 2'yə vursaq eləyəcək 32'dir. Bu da B variantına uyğun gəlmiş olur 71-ci sualımızda. 72-ci sualımızda bizdən nəyi soruşur? Cədvəldə verilmiş məlumatlara əsasən x elementini müəyyən edin. İndi buradan baxırıq. X element, x proton sayı, neytron sayı. Gətirək qoyaq yerinə. X elementi, proton sayı, neytron sayı. Deməli, birinci bunun proton sayını hesablayaq. X proton sayını hesablayalım. X üstə gəlinsin. Yəni, burada proton sayı neytron sayına bərabərdir. En bərabərdir deməkdir. Bunun birinci proton sayını hesablayaq. Yəni, proton sayı hidrogende 1'dir. 1 üstə gəlinsin. X bilmirik neçədir. X üstə gəlinsin. Oksigende 8'dir. Amma 3 dənə oksigen molekulu iştirak elədiyinə 3 dəfə 8 neçədir? 24. Bərabərdir. Neytron sayını deyir bərabərdir. Hidrogenin neytron sayı yoxdur. 0. Üzərinə gələcəm. X bilmirik neçədir. X-dir. Yenə də oksigenden də 3 dənədirsə 16'dan 8'in çıxanda 8. Yəni neytron sayı da oksigenin 8'dir. 3'ü də 8'ə vursaq 24'ə. Buradan da 25 24'ə bərabər olmuş olur. Yəni bu o deməkdir ki, buradan x bərabərdir 25 buradaydı, 24 buradadır. 25'nin 24 1. Yəni proton sayı neytron sayından bir vahid çox olur. Proton sayı neytron sayından bir vahid çox olan, yəni olan element ise bu da D variantına götürür. 35'ten 17'sini çıxanda neçəsi qalır? 16. Yəni onun neytron sayı 16'dır, ancaq protonun sayı isə 17'dir. Yəni onlar arasında fərq 1'ə bərabərdir. Sonra aşağıdakı modeldə verilmiş X müsbət 2 iyonunun modeli təsvir edilmişdir. X atomu nüvəsini müəyyən edin. X atomu nüvəsini müəyyən edin. Deməli 1, 2, 3, 4, 5, 6, 7, 8. Deməli 8 özünə də 2 dənə elektron verib. 8 özünə 2 dənə elektron verdiyinə görə də olur neçə? 10. Yəni bunun elektron 10 olmuş olur. Bu da eləyir D variantı. 74-cü sualımızda deyil. Aşağıdakı verilmiş şəkildə azot atom və ya iyonların molekulu verilmişdir. Bu proseslə bağlı doğru fikirləri seçin. Neytral azotda proton sayı 7'dir. İndi görək burada neçədir? 1, 2, 3, 4, 5, 6, 7, 8. Artıq bu da aniyondur da. Burada 8'dir. Burada 2, içərisindəki 2'dir. 4, 6, 8, 10. Bu da 10. Bu da aniyondur. Deməli burada nə dedi? Modellərin hər ikisi azot aniyonuna aiddir. Ən doğru cavabımız D variantıdır. 75-ci sualımıza baxırıq. Nə deyir? Əgər A bərabərdir B bərabərdir C olarsa X, Y, Z nisbətini hesablayın. Eyni bayaq ki yazdığımız sualdan da buradan yenə yazacağım. A bərabər B, C. Deməli, ağ fosfor P4 yazırıq.
Sonra kristalik kükürt E8 yazırıq. Oksigen O2 yazırıq. Oldu. İndi deyir ki, bunlarda yəni hər birindəki olan neytron, proton bir-birlərinə bərabərdir. Ağ fosfordakı neytron sayını hesablayaq. Birinci. Ağ fosfordakı neytron sayı 31-dən 15-in çıxanda 16. Ancaq 4 dənə molekuldur deyə. 16-nı da 4-ə vursaq neçə edəcək? 16-nı da 4-ə vuranda bir molekul 64 yazdıq, bura 64. Ancaq bilirsiniz nə deyir? Deyir ki, bərabərdir ha, hamısında 64 olsun. Yəni A bərabərdir B, B də bərabərdir C. Biz burada təxmini fosforu götürdük. 64 olmaz. Məsələn, tutalım ki, kristal kükürdünkünü də götürə bilərik. Gəl 64 götürək daha rahat hesablamaq üçün. Yəni hər birindəki proton bu BC-ni 64-ə yaxınlaşdırmalı, 64 olmalıdır. Demək, götürük kristalik kükürt. Kristal S8-dir. 32-dən 16-sını çıxıb 16. Bu da eləyir 38-i də 16-nı da 8-ə vuranda 128. Ancaq bizə lazımdır ki 64 olsun. Yəni bunun bir molekulu yox, 64 olması üçün. 0,5 molekul. Əgər biz 0,5 molekul ağ fosforda kristal kükürtdən getirsək 4 olacaq. Bunun da cəmi etmiş 64 etmiş olacaqdır. Deməli, burada 1 oldu. Burada 0,5. Burada 64 olması üçün bunda da proton sayı 8-dir. 16-dan 8-in çıxsaq neçə edəcək? 8. 8-in də 64 olması üçün 8, 2 dənə olduğuna görə 16. Yəni bir oksigen molekulunda protonun sayı 16-dır. Ancaq neçə dənə oksigen molekulunda 64-ə bərabər olacaq? 4 dənə. 4 dənə oksigen molekulunda protonun sayı 64-ə bərabər olmuş olacaq. 8, 8-i də 64-də bərabər olmuş olacaq. Bizdə də nəyi soruşur? X-in deməli 4 X-imiz üçün, ağ fosfor üçün nə tapdıq? X bərabərdir. Neçə tapdıq? 1 tapdıq. Y-imiz üçün yəni kristalik kükürt üçün 0,5 tapdıq. Oksigen üçün isə yəni Z üçün də 4 tapdıq. Deməli, 1-in X-in Y-ə, onun da Z-ə nisbəti 1-in 0,5-ə, onun da nisbəti 4-ə. Ancaq bu cür belə bir birləşmə yoxdur. Ona görə hər ikisini 2 dəfə artırırıq. 2-nin nisbəti 1-ə, onun da nisbəti 8-ə. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımızda nə soruşur bizdən? Bizdən soruşur ki, aşağıda verilmiş hansı ionlar cütündə elektron sayı eynidir? Bura diqqətlə baxsaq, yəni elektronlar biz bilirik ki, yadınıza saxlayın ki, əgər özündən elektron verirsə, bu zaman onun elektron sayı proton sayından az olur. Elektron alırsa, elektron sayı proton sayından çox olmuş olur. İndi burada baxın. Deməli, müsbət o deməkdir ki, almaq. Ona 3-dən 3-ün alanıdır. Verəndə, üzr istəyirəm, müsbət verməkdir. Ona 3-dən 3-ün verəndə burada elektron sayı 10 olur. Bu oksigen də özünə 2 dənəsini verəndə eləyir 6. Eyni də xeyr, eyni deyil. 11 özündən müsbət o demək ki, bir dənə elektron verib. Burada o elektron sayı oldu 10. 5 o deməkdir ki, özündən yenə də elektron verib. Burada da 5 dənəsini, onun 5-dən də 5-in çıxsaq, yenə də 10. Cavabımız olacaq C. Digərlərinə də baxaq. 19 özündən bir dənəsini verib. Burada olub 18. 17 plus olduğuna görə 17 də özündən bir dənəsini verib. Bu da oldu 18. Burada elə 2 dənə cavab var. Bu cavab da düzgündür. Yəni B cavabı da düzgündür. Yox, 17 özündən bir dənəsini verəndə 18 olmur. 17 özündən bir dənəsini verəndə 16. Bu cavabı düzgün deyil. Sonra
15 özündən 3 dənəsini verib qalacaq 15-dən 3-ün çıxsaq neçəsi qalacaq? 12. 20 özündən 2 dənəsini verib 20-dən də 2-sini çıxsaq qalacaq 18. Düzgün cavabımız C variantı. 77-ci suala baxaq. Nə deyir? İyondakı elektronların sayı 42-dir. İndi buradan nə edəcəyik? X bilmirik neçədir. Yazıram ya da X. Üstünə gəlirəm. Oksigen 1, 2, 8'dir. 3 dənə də oksigen 8'i 3'ə vursaq neçə eləyəcək? 3 dəfə 8'in 24. Mənfi iyonun yükü mənfidirsə onun üzərinə də gəlirik. Üzərinə də gəlirəm 1. Bərabər olur neçə? Elektron sayı ümumiyyətlə 42'dir. Buradan da 25 eləyir. X bərabərdir. 42'dən də 25'in çıxsaq qalacaq 17. Deməli 17 olan proton sayı 17 olan hansıydı? Bu da D variantına uyğun gəlmiş olacaqdır. 78-ci sualımızda eyni ilə onun kimidir. Burada biraz qarışıqlıq var. Buranı biraz yer eləyək gözümüzə. Deməli bu iyondakı elektronların cəmi 90'dır. Gəlib yenə də eyni qayda ilə qoyuruq yerinə. X üstə gələnsə, birinci bunu götürür. 3 dənə molekul olduğuna görə 3 dəfə 8'in 24. Mənfi olduğuna görə üzərinə də 1 gəlirik. Sonra bunu toplayırıq. Üstə gələk. Yenə də X-dır. Üzərinə də gəlirəm. Bu da 4 molekul oksigeni. 4 dəfə 8'in eləyir 30. 2. Üzərinə gəlirəm. 3 mənfidir 3'ü. Cəmi neçə eləyəcməlidir? 90'ı verməlidir bizə. Buradan da 2 kız üstə gələnsin 60 bərabərdir 90'a. Buradan da 60 da 90'dan çıxanda 30. 2x bərabərdir 30'a. X da bərabərdir 15'ə. Yəni burada 15 olan cavab. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Cavabımızda. Növbəti sualımıza keçirik. Növbəti sualımızda bizdən nəyi soruşur? Eyni qaydadır yenə. Bu da A variantıdır. Y atomu proton sayı ilə neytron sayı bir-birinə bərabər olarsa onun kütlə ədədini tapın. İndi buradan yenə gəlirik, hesablayırıq. Deməli, burada X üstə gələnsin. Oksigendən 3 dənə iştirak edir. 3 dəfə 8'in 24. Üstünə gəlirik. Mənfi 2 olduğuna görə 2'ni. Görürsünüz bu ikisinin cəmi 82. Üstə gələnsin 2. Üstünə gəlirik. Yenə də Y bilmirik neçədir. Oksigendən 4 dənə iştirak edir. 4 dəfə 32. Üzərinə də gəlirik. 2'ni. Bunların da cəmi bərabər olur 82'yə. Buradan da X üstə gələnsin Y bərabərdir 24, üstünə də 32, üstünə gəndə 2, bu da eləyir 60. 82'dən də 60'ın çıxsaq neçə qalacaq? 22. İndi buradan da görürsünüz X 38'ə bərabərdir. Gətirib yenə də yazırıq Y üstə gələnsin 2x bərabərdir neçəyə? 38'ə. Yazdıq mı? İndi bunu sistem tənliyi halına gətiririk. Sistem tənliyi halına gətirəndə bunlardan birini digərindən çıxırıq. Yəni bunu bu birincini başqa yerdə yazım da. Yəni 2 hələ buradan yazaq elə bu 2x'i 2x üstə gələnsin Y bərabərdir 38'ə. X üstə gələnsin Y bərabərdir 22'yə. Alt halda çıxaq. Burada qaldı mı? X bərabərdir. Y-dən Y-in çıxanda sonra 38'dən də 22'sini çıxanda 8'dən 2'sini çıxanda 6, bir də 16. Deməli, X-imiz nədir? 16'ya bərabərdir.
buradan da qoyub yerinə məsələn burada elə buradan da qoyub yerinə y-i tapmaq olar. Yəni x üstə gəlinsin y bərabərdir. Burada 22 deyil, 22 deyil. X-imiz 16-dırsa, 16 üstə gəlinsin y bərabərdir 22-yə, y-imiz də buradan çıxır 6. Y-imizin də proton sayı 6-ya bərabərdir və bizə nə deyir ki, proton sayı ilə neytron sayı bir-birinə bərabərdir. Proton sayı neytron sayına bir-birinə bərabərdirsə, 6-nın üstünə 6 gəlsək neçədir və yaxud da ki 2, 6, 12 etmiş olur. Bu da cavabımız B variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımızda bizdən nəyi soruşur buradan? Deməli, C-ni müəyyən edin. Eyni qayda ilə yenə də gedirik bunlarda. Deyir ki, x üstə gəlinsin, bilirdi ki, oksigeninki neçədir? 8, 3 dəfə 8-in 24. X üstə gəlinsin 24 bərabərdir 40-a. X da bərabərdir 16-ya. Deməli, x-in proton sayı 16-ya bərabərdir. Bizə nəyi soruşur? X, y. X-inkini tapdıq 16, y-inkini tapıq. Y üstə gəlinsin. Burada neçədir? 16-dır küçükdə. 16-nı da şey deyəndə necə? 32 bərabərdir 38-ə. Y də bərabərdir 6-ya. Y də tapdıq 6. İndi biz adi hesablama qaydasını yerindən qoyaq. Burada y üstə gəlinsin. Y üstə gəlinsin 2x-dır. Y-imiz neçədir? 6. Üstə gəlinsin 2. 16-nı da 2-ni vuracaq 16-ya. O da eləyəcək 38. Bu da A variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımızda bizdən nəyi soruşur? X-in nüvəsinin yükünü müəyyən edin. X nüvəsinin yükünü müəyyən edin. Yenə eyni qaydadır. Bax, özünə 3 mənfi olanda almaq deməkdir də. X üstə gəlinsin 3. Üstə gələk. Bunların hamısının cəmi 16-nı verməlidir. X, bu müsbətdirsə çıxırsın. X çıxırsın 3. Üstə gələk. X, burada da müsbətdir, yenə çıxırsın 5. Bərabərdir 16-ya. Bu elə bu ikisi bir-birindən getdi. Burada da qalır ki, nə? 3x bərabərdir. Mənfi 5 idi. Bu üzədə keçəndə müsbət 5, 21. X da bərabər olacaq 7-yə. Yəni, müsbət 7-yə. Burada x-in nüvəsinin yükü neçə olmuş olacaq? Müsbət 7. Bu da A variantına 81-ci sualımızda uyğun gəlmiş olacaq. 82-ci sualımızda deyir. Neytral atom katyona çevrildiği zaman nə baş verir? Yadınızda saxlayın ki, katyona çevrilirsə, bu zaman elektronun sayı azalmış olacaqdır. A, B hissəciyi ilə bağlı doğrudur. Deməli, buradan bizə bunun üçün doğru olanı C variantına baxsaq, A böyükdür B olarsa bu hissəcik katyon olur. Yəni, katyonlarda həmişə nədir? Protonun sayı elektron sayından çoxdur. A minus B fərqi 9 olarsa, X2, Y7 birləşməsi cəmi neçə proton olar? Deməli, burada bizə verilib də. Verilənləri elə yerinə yazaq. Deyir, A plus B. Cəmi neçə verib? Proton 25 verib. 25. A minus B. Cəmi neçə verib? 9. Yine sistem tənliyə keçik. Alt-alta toplasaq. 2 A bərabərdir 34'ə. A da bərabərdir 34 17'yə. A 17'dirsə, deməli buradan elə qoysaq yerinə, yəni 17 üstə gəlinsin B bərabərdir 25'ə. B də bərabərdir 25'dən də 17'sini çıxsaq qalacaq 8'ə. B də 8. İndi bizə nə? 8 tapdıq. Bununki də 8'dir. İndi bizə nəyi soruşur? X2, Y7'ni. Qiymətini yazaq yerinə. X2, yəni
A üçün neçə tapmışdıq? 17. 17 vurulsun 2. Üzərinə gələk. B üçün də 8. 7 vurulsun 8-ə. Bərabərdir. Deməli, buradan da 34-ün üstündə 56 gəlsə neçə edəcək? 90 etmiş olacaqdır. Buradan da cavabımız olur 90. Sonra bizdən nəyi soruşur? Növbəti sualımızda germanium atomunun nüvəsindəki neytron sayı proton sayından 10 vahid çoxdur. Germanium kütlə ədədini tapın. İndi biz burada buradan ümumiyyətlə belə eləyək. Buradan hesablayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Deməli, deyir ki, nə deyir? Protonun sayı nə oldu? Protonun sayı oldu 32. Neytronun sayı da 10 vahid çoxdur. Neytronun sayı da olacaq 42. 32 ilə 42-nin cəmi neçə edəcək? 74. Bu da D variantına uyğun gəlmiş olacaqdır. Silisium atomu nüvəsində neytron sayı qədər proton var da, silisium kütlə ədədini tapın. Yenə eyni qayda ilə 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 11, 12, 13, 14. Yəni, proton sayı bərabərdir 14-ə, neytron sayı da bərabərdir 14-ə. Kütlə ədədi də protonla neytronun cəminə bərabərdir. Bu da 28-ə etmiş olacaq. Verilmiş şəkildə görünür ki, dəmir atomun dəmir ionuna çevrilir. Yəni, dəmir ionunda neçə elektron var? Yenə eyni qayda ilə hesablayacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26. Deməli, burada protonun sayı 26-ya bərabərdir. Özündən 3 elektron veribsə, bu zaman neçə olacaq? 23-ə bərabər olmuş olacaqdır. 88-ci sualımıza deyilir. Verilmiş şəkildə verilmiş şəkildə görünür ki, kükürt atomun kükürt ionuna çevrilir. Yaranmış kükürt ionunda neçə elektron var? Eyni qayda ilə yenə sayacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 mənfi 2-dir. Özünə də 2 dənə elektron alıbsa, bu olacaq 18. 89-cu sualımızda A2, 12 atom nüvəsində proton sayı neytron sayına bərabərdir. Hansı bu atom elektron sayını göstərir. Proton sayı neytron sayına bərabərdirsə, deməli 12-ni böləcək 2, 6. 6 olanı 1, 2, 3, 4, 5, 6. Bu da B variantına uyğun gəlir. 90-cı sualımızda nə soruşur? 19 atomun nüvəsində neytron sayı proton sayından 1 vahid çoxdur. Neytron sayı proton sayından 1 vahid çoxdur. Yəni 19 bərabərdir. Neytron üstə gəlsin proton. Neytron da protondan 1 vahid çoxdur deyəndə, onu da yerinə yazsaq, 2 proton üstə gəlsin 1, 19-a. Buradan da protonumuz bərabər olacaq 9-a. Deyilmiş və hansı X ionuna elektron sayını göstərir. Yəni, X mənfi bir dənəsi alınıbsa, deməli 10 olmalıdır. Xarici elektron təbəqəsində 10 olanı sayacağıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bu da B variantına uyğun gəlir. Magnezium elementi təbiətdə 3 izotopu yayılmışdır. Magnezium 24, 25, 26. Təbiətdə hər 40 izotopdan 32 magnezium izotopunun qalan hissəsi bərabər şəkildə 25 və 26 izotoplar təşkil edir. Magnezium orta kütlə ədədini tapın. İndi ən birinci nə edirik? 32-ni bölürük 40-a, vururuq 100-ə. Burada eləyir 80%. Yəni, magnezium 24 izotopunun bərabər sayda 100-dən də çıxanda 80-in qalır 20. Bunlar da bunların arasında bərabər paylandığına görə, yəni 10 olur. Bunun orta kütlə ədədini tapmaq deyəndə 24 vurulsun 80, üstünə gəlinsin 25 vurulsun 10, üstə gəlinsin
10 üstə gəlsin 26 vurulsun ona. Bu da böyle 100'e. Bu da beraber olacak. Bunu da 100'e bölmüş 24 tam onda 3'e. Bu da A variantına uygun gelmiş olacaktır. Növbəti sualımızda nə soruşur? Deyir ki, A elementinin təbiətdə 3 izotopu yayılmışdır. A20, 22, A24. A20 təbiətdə ən geniş yayılma. Belə hər A22 izotopunun həm 2 A20 izotopu düşür. O orta kütlə ədədi 20,8 olarsa, onların təbiətə yayılma faizini müvafiq olaraq müəyyən edin. Deməli, biz elə bir şey götürməliyik ki, A izotopunun kütləsi ən yüksək faiz olsun və 22 izotopunun faizi isə A20 izotopun faizinin yarısını təşkil eləsin. İndi gəlin baxaq. Ən yüksək faiz burada hardadır? 64'dür. 64'ün yarısı neçə eləyir? 32. Deməli, görək A22 izotopun 32 verilib, bəli, verilib. 64'ün üstüne 32 gəlsək neçə edəcək? 96, 100'den də 96'ın çıxalım 4 qalmış olacaq. Bu da elə cavabımız C variantına uyğun gəlmiş olacaqdır. Növbəti sualımıza baxırıq. Bor elementinin təbiətdə 2 izotopu yayılıb. Təbiətdə tapılmasının 1'in 4'ə kimi borun orta kütlə ədədini hesablayın. 100'ü böləcəm 4'ə. 100'ü 4'ə böləndə neçə? 4'ə yox, 5'ə. 4 buydu, 1 də bu 5 eləyir. Düşür 20. Yəni, bu o deməkdir ki, bir dənəsi olanda biri 20'dir, biri 80'dir. Orta kütlə ədədini tapın. Yəni, 10 vurulsun birinci. Neçədir? 20. Üstünə gəlinsin 4, 11. Vurulsun 80. Bölünsün 100'ə. Bu da bərabərdir. Buradan da bunu vursaq, bu da eləyəcək 10 tam onda 8. Bu da cevabımız olacaq C variantı. Sonra növbəti sualımızda bizdən nəyi soruşur? Hissəcik verib A2 proton sayı deməli, burada bir şeyi yadınıza saxlayın ki, bax, burada A özündən proton sayı dedik ki, mənfi hissəcik çevrilirsə, həmişə elektron sayı hissəciyin sayı qədər artmış olur. Yəni, bunun proton sayı Y-dir. Elektron sayı isə Y üstə gəlinsin 2'dir və yaxud da ki, Y üstə gəlin, bu proton sayı bərabərdir Y-ə. Bu da, buradan da bunu pozum. Buradan da elektron sayı da bərabər Y üstə gəlsin. Y üstə gəlsin 2 bərabərdir nəyə? X-a. X-a gətirib burada da deyir ki, bunun elektron sayı Y-dir və yaxud da ki, Y də bərabər nəyə? Y də bərabər X minus 2'yə. Deyə bilərik mi buradan? İndi bizdə nəyə soruşur? M-i göstərin. M-i göstərin. Proton sayı bunun X-sə, elektron sayı Y-sə, Y nədir? Y o deməkdir ki, 2 vahid azalıb. 2 vahid azaldığına görə elektron sayı burada zaman neydi? Özündən elektron verib deməkdir. Bu da müsbət yüklənmiş olacaq A variantı. Növbəti sualımızda da eyni qaydadır. İyonlar verilib. X-i müəyyən edin. Proton sayı A-dır, elektron sayı A-B-dir. Gördüyünüz özündən 3 elektron verib. Deməli, B-miz neçədir? B bərabərdir 3'ə. 3 elektron veribdir. Burada da deyir, elektron sayı 6B-dir. 6'nı 3'ə vursaq neçə? 18. 18. Deməli, X özünə 2 elektron alıb 18'ə bərabər olubsa, X neçə olacaq? 16. Bizdə də X-i soruşur. Bu da 16 elməyəcək. Bir də D variantına bunu gələcək. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.